Salam, mən Gülü. 2 il yarımdır ki, Avropada yaşayıram və bu seriyada sizə buradakı hekayəm haqqında danışacağam. Mən özümü bildim biləli, risk almağı və cəsarətli olmağı sevmişəm. Elə buna səbəb hər zaman deyirdim ki, bir gün mütləq xaricdə oxuyacağam və orada yaşayacağam. Bakalavrumu bitirməyimə az qalmış, bu arzu artıq yuxularıma girirdi. İçimdə bir his var idi. Deyirdi ki, artıq gözləmək yox, nəsə eləmək zamanıdır. Diplom işimi təhvil verəndə dekanlıqda bir universitet posteri gördüm. Oxumaq istədiyim sahə ilə bağlı idi. Posteri götürüb evə gəldim və o an anladım ki, bu təsadüf deyil. Anam xaricə getməyimi istəmirdi. Mən də ona görə birinci atamla danışmağı seçdim. Nə qədər istəkli və qətiyyətli, hər nə olursa olsun bunu eləyəcəyimi hiss etmiş olmalı idi ki, razılaşdı. Bu arada əvvəl anam istəməsə də, sonradan məni ən çox dəstəkləyənlərdən oldu. Yeri gəlmişkən, tam müraciət edəcəyim il bir münasibətim başladı. Sevgili olduqdan cəmi 3 ay sonra sevgilim xəyallarımın ölkəsi İsveçrəyə köçəcəkdi. Açığı, uzaq məsafə münasibətinə çox inancım yox idi. Amma yenə də razılaşdım. Axı mən də Avropaya gedəcəkdim. Görüşmək daha asan olar deyə düşündüm. Sənədlərimi yığıb universitetə müraciət elədim və qəbul aldım. İndi sıra vizada idi. Amma gedəcəyim il Litvada viza sistemi tamamilə dəyişmişdi. Səbirsiz biri üçün bu prosesi gözləmək heç də asan olmayacaqdı. Mən hər şeyin yoluna girəcəyinə inanırdım. Amma başıma nələrin gələcəyindən hələ xəbərsiz idim.